Bu dünyada onu görə bilmirik. Amma ahirətdə ona yaxın olmaq üçün böyük bir əlimizdən var, fürsət var. Peyğəmbəri sevənlər üçün fürsət nədir? Salavat. İspat elə Peyğəmbər sevgisini. Yəni, çox salavat deyənlər əlbəttə ki, Peyğəmbərimizi ən çox sevənlərdir. Çünki insan sevdiyini tez-tez xatırlayar. Biz çox verişlərimizə toxunduq salavatın faydalarından. Həqiqətən də dinləyicilərimiz çox sevindi. Bu Allahın vədidir. Biz Allahın vədini insanlara çatdırırıq. Peyğəmbərimizin buyruqları. Deyək ki, salavat bir möcüzədir. İnsanın qəlbinə rahatlıq gəlir, sevgi gəlir, sıxıntı aradan qalxır. Bunu Allah buyurub, bunu Rəsulu buyurub. Baxın, Peyğəmbərimizə qısa bir faydan da toxunum. Çox salavat demək barəsində alimlərdən gözəl bir fayda da oxudum. Xatırlama olsun. Peyğəmbərimizi, yəni sevgisini daha çox canlandırar qəlbimizdə. Salavatı çox deyən insan əlbəttə Peyğəmbərimizi çox sevəcək, uca Allahı çox sevəcək. Ğufran-ı zunub, günahların bağışlanması, xətaların silinməsi, duaların qəbul olunması, ehtiyacların ödənməsi, insanların sıxıntı, qəm, kədərin aradan qalxması, xeyir və bərəkətin yağması, Allahın razı qalması, göyləri və yerlərin sahib Allahın razı qalması və qiyamət qəbrində insan üçün nur olması və insanın şərlərdən, fəlakətlərdən, bəlalardan qorunması üçün nədir? Ən böyük nədir? Səbəb. Bu da nədir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə çox-çox nədir? Salavat demək. Bizim Peyğəmbərimizin bizim salavatımıza ehtiyacı mı var? Xeyr, yoxdur. O Allah dərgahında ən uca məqama çatıb. Məqam Məhmud təriflənən bir məqam. Əksinə bizim ehtiyacımız var. Çünki onun xeyir bərəkəti bizə qayıdır. Biz bir dəfə salavat deyəndə Allah 10 dəfə xeyir dua edir bizlərə. Dərgahında xatırlayır. Sıxıntılarımız aradan qalxır. Bəlalar uzaqlaşır. Bərəkət yağır. Dualar qəbul olunur. Baxın, hətta xəstəlikdən belə qorunmaq üçün, xəstəlikdən belə şəfa tapmaq üçün hər bir şeydə səbəb. Çünki nəyə görə? Sən bunu Peyğəmbərimizi xatırladığın, onun üçün dua etdiyin üçün, Allahdan Peyğəmbər üçün salavat və salam dilədiyin üçün Allah onun əvəzində bu sevgini əvəzsiz qoymaz. Uca Allah əvəzinə xeyir bərəkət verər.